Elə bax deyərəm ki, bir yarım saat bundan qabaq bax bu barədə cərimə gəlib mənə. Neçə manat? 60 manat 2 bal cərimə. 28-də Səməfrovun parkın qabağında belə bir hadisə yaşanmışdı. Hansı ki, taksi sürücüsü orada saxlamağa icazə olmadığı təqdirdə saxladı. Yəni danışdıq ki, tez gəl, tez mən də orada mindim. Günə 80 manat qazanırsan, elə bir dəfə cərimə gəldi, günü apardı sənin üçün. Sərnişin taksi sifariş verir, amma doğru nöqtədən deyil. Bu isə sürücüyə cərimə bahasına başa gəlir. Bura paytaxtın mərkəzi küçələrindən biridir. Taksi sürücülər deyirlər ki, məsələn, bu nöqtədə sərnişinlər taksi sifariş verirlər, amma burada dayanmaq qanunla qadağandır və bu mənzərə paytaxtın müxtəlif nöqtələrində yaşanır. Elə buna görə də sürücülər cərimələnirlər. Cərimələrin məbləği isə 20 manatdan başlayır. Sürücülər isə çıxılmaz vəziyyətdədirlər. Ya müştərini itirir, ya da xərcə düşürlər. Sifarişdən imtina etmək də çıxış yolu deyil. Çünki bu, tətbiqdə sürücünün reytinginə təsir göstərir. Müştəri də misal üçün gəlib gözləyib yolun qırağındadır, bir xətdir. Məcburi girir yola da ki 80 manat sağ olsunlar gəlir hər dəfə cərimə. Dayanma durmaya görə. Bəli, çox gəlir. Həddindən artıq. Demək olar ki, başlayır 400-500 manatdan çox olar ki, mən ödəmişəm sırf dayanma durmaya görə. Deyərəm elə həftədə bir 60 manat, 80 manat biz cərimə ödəyirik. Yəni dayanma durma qadağan olan Dayanma, durma, müştəri götürmə, yəni bilən müştəri düşürən zaman, müştəri götürən zaman ancaq belə hallardır. Rəğv eləyə bilmirəm, müştərini də başa sağa bilmirəm ki, mən orada maşını saxlasam mənə cərimə gəlir. Sonra ikimizin arasında problem yaranmışdı. Fərqlənmə nişanı aldırırlar bizə, amma biz heç kimdən fərqlənmirik. Heç olmazsa o nişanı bizə aldırırlarsa, ayda 74 manat pulu ödəyiriksə ona, biz kimdənsə fərqlənək, heç kimdən fərqlənmirik. Ekspertlərin fikrincə problemin həlli həm infrastrukturun düzgün planlaşdırılmasından, həm də sərnişinlərin maarifləndirilməsindən keçir. Qeydiyyatda olan, qanuni fəaliyyət göstərən taksilərin istənilən vaxt sərnişin mindirib düşürməsi məsələsi legallaşmalıdır. Buna imkan yaradılmalıdır. Bunun başqa bir mexanizmi yoxdur. Deyək ki, məsələn, nümunə kimi deyirəm, Neftçilər prospekti başdan başa dayanma durma qadağandır. Nişanları ilə bəzənib. Hər yerdə. Belə olan halda, yəni Milli Parkda bulvardan istifadə edən insanlar taksiyə minərkən hara getməlidirlər? Konkret bir-iki nöqtə müəyyənləşib, o da yəni kifayət deyil hesab edirəm ki. Ona görə bu hallarda müəyyən imkanlar yaradılmalıdır. Hazırda sürücülər yalnız avtobus zolaqlarındakı xüsusi yerlərdə və taksi duracağından istifadə edə bilərlər. Amma sürücülər deyirlər ki, onların da sayı kifayət qədər deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobus zolaqlarında minib düşmə yerlərinin yaradılması davam etdirilir. Son belə məntəqələr Nizami rayonunun Qaraqarayev prospektində, Nəsimi rayonunun Füzuli küçəsində, Yasamal rayonunun Cəfər Cabbarlı və Abbas Mirzə Şərifzadə küçələrində yaradılıb. Bundan əvvəl isə Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikail Rəfili 28 may və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində və 8 noyabr prospektində təşkil edilib. Həmin yerlərdə istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib düşmələr ən qısa vaxtda yerinə yetirilir.